Birinci hoş gelmişsən kızım. Allah sənə can sağ versin. Çünkü sen şəhidləri çok unutmursan. Neçə rayonumuzda şəhidlər eline gəlmişsin. Bugün de ikinin qonağısın. Allah hiç vaxt sizi yaddan çatmasın. Çünkü həmişə şəhidləri yanında olsun. Bu benim bircə balamdır. Evimin yeganə evladıdır İlkin. İlkindən başqa benim evladım yoxdur. 20 yaşı tamam oldu ayın 4'ünde. 16'sı İlkin vuruldu. Su koşan istikametine giden daha böyle yoğunluğu İlkin vurulmuştu. Sınav yerine iki kaşın arasından. Bu şehirdeki bu sözleri gece muharebe başlayanda, yola düşende bunları yol gede yazıp atıp telefonlara. Qadışma uşaqları, bacım uşaqları dedi ki bir telefonda iki şehir bunları yazıp atıp o ne demeydi gece hele ve saat 12'de. Dedim ne bileyim oğlum ben bilmiyorum dedi soruşardı ilkinden. Hele biraz geçti yoldaşım dedi biz muharebe başlayıp səhər muharebe başlayıp. Sonra dedi ki hə yol gede bunlara yazdım attım ki sabah hamısını gözlədiyi gündür də. Vuruşacağım, çalışacağım, sübut elətdirəcəm. Hə, İlkin hələ doğrudan da bir dənə evlad o idi. Ancaq qorxu yox idi gözündə, qorxu bilmirdi İlkin. Mən ona bir dənə evlad idi də, gizlətmirəm. Həmişə deyirdim özü qoru doğrudan. Onda da acığı gəlirdi. Mənə deyirdim ama hamısı bir dənədir anası üçün. Sən bilirsən ki, mən bu balaca əllərini göstərdim. Mən bu balaca əllərimlə dedi. Meyitlərimizin, yaralarımızın dağıtıram ki, ermənin əlinə düşməsin, heç meyitin düşməsin. Sən mənə desən qorun. Bu korunan yerdə gedir. Bir candır, vətən üçün. Sən məni öldüncü böyütmüşsən, ancaq vətən üçün də böyütmüşsən. Bir candır vətənə qurban. Elələr də elədi özünü, vətənə qurban verdi. Tək ki, bundan sonra müharibə olmasın, heç bir ananın gözü bizi kimi ağlar qalmasın. Çünki bu dərdi biz bilirik, heç kəs bilməsin. Heç bir anaya Allah qismətləməsin evlatlarını. Ona görə Allah dünyamızı qorusun, qalan bağları qorusun. Cəmi şəhidlərimizdə ruhları şad, məqamları ucu olsun, nur içində yetsinlər. Allah bizlərə səbir gözü versin. Amin. Bu ilkimin gecə atdığı